Salam uşaqlar. Bu səfər quiz 2-nin izahını verəcəm sizə. Bir rəqəmli ədədi 10 vahid artırdılar. Bir rəqəmli ədədim x-dır. 10 vahid artırıb olub x üstə gəlsin 10. Almış ədədi əvvəl neçə faiz artmışdısa, uşaqlar bunun neçə faiz artdığını necə tapıram uşaqlar? Bir ədədin digər ədəddən məsələn deyirəm də, məsələn bir ədəd 5-dən gəlib qalxıb olub 15-ə, düzdürmü? Bunun mən artdığını necə bilirəm? Həmin ədədi, məsələn, aradakı fərqə də qoya bilərəm də. Məsələn, 5-dən 15-ə artıbsa, 10 vahid artıb axı. Onu bölərəm 5-ə, vuraram 100-ə. Neçə faiz artdığını buradan görə bilərsiniz. Başa düşdünüz? İndi ona görə də, məsələn, həmin artımı aradakı vahiddə, neçə vahid? 10 vahiddə axı. Onu bölərəm əvvəlki ədədə, vuraram 100-ə. Bu mənim artımımdır. Başa düşürsünüz? Alınmış ədəd x plus 10-dur. Deyir, alınmış ədədi əvvəl neçə faiz artmışdısa, tutaq ki, əvvəl neçə faiz artmışdı? Əvvəl artmışdı, bu qədər faiz artmışdı. Yəni, 1000 bölünsün x qədər artdı. Y-dən o qədər artırsaq, indi y-dən o qədər artıranda uşaqlar, elə bir ki, məsəl üçün, tapdıq ki, 25 faiz artıb, düzdürmü? Məsələn deyirəm ha. Təzədən yenidən o qədər artıranda 100-ün üzərinə 25 gələcəksiniz, 125. 125-i həmin ədədə vurub 100-ə böləcəksiniz. Ona görə də mən burada təzədən 100-ün üzərinə gəlirəm, 1000 bölünsün x. Başa düşürsünüz, oldu 125. Ədədin də 125 faiz necə tapılır? O 125-ə vurub 100-ə bölürəm, düzdür? Düzdürmü uşaqlar? Bərabər olacaq 72-yə. İndi baxın, burada 100, burada 1000, burada 100. Hər birini 100-ə bölə bilərəm də, düzdür uşaqlar. Onda olacaq x üstə gəlsin 10, vuraq, 1 üstə gəlsin 10 bölünsün x, bərabərdir 72-yə. Bu hissədən elə bir ki, 100-ü ortaq vuruq kimi çıxardırsınız, 1 plus 10 bölünsün x qalır. Yəni x üzərinə gəlinsin 10, vurulsun, x üstə gəlinsin 10, bölünsün x, bərabərdir 72-yə. Yəni, burada biraz indi bu uzun gedəcək. Neyniyək indi uzun gedir də. Elə bir ki, x üstə gəlsin 10-un kvadratı bölünsün x bərabərdir 72-yə. Kvadrata yüksəltsəm, x kvadratı plus 20x plus 100 bərabərdir 72x-a. 72 bu tərəfə keçəndə x kvadratı çıxılsın olacaq bu arada. 52x üzərinə gəlinsin 100 bərabərdir 0-a. Bura qədər aydındır. Sonra diskriminantla getsək, görürsən, alınırmı vuranda? 50 ilə 2. Əla, qəşəng verdi. x1 bərabərdir 50-yə, x2 bərabərdir 2-yə. Həqiqətən hasili 100 edir, cəmi 52 edir. Nə gözəl, nə gözəl. İndi deyir ki, həmin ədəd tapın. İndi ədədim 50 ilə 2 daxil, düzdürmü? Mən x-ı deyir da. Mən də deyir ki, bir rəqəmlidir. Bir rəqəmli olduğuna görə, təbii ki, burada düzgün cavab nə olacaq? 2 olacaq. Gördünüz? Sonra keçirik 21 nömrəli tapşırıqdan. C və D müsbət tam ədədlərdir. C-ni 20% artıranda, C-ni vuracam 120-yə, böləcəm 100-ə, eləyəcək 1,2. D-ni isə 2 dəfə azaltdıqda, görürsünüzmü ki, D-nin kvadratıdır da. Deməli, hasil olduğuna görə bu 4 dəfə nə olacaq? Azalacaq. 1,2 də 4-ə bölündə eləyəcək 0,3. Faizə çevirsəm ədəddən, eləyəcək 30%. Hər bir şey 100%-dir. Düzdürmü? Deməli, bu öncədən 100% idi, gəldi oldu 30%. Deməli, neçə faiz azaldı? 70% azaldı, düzdür? Sonra, 3-cü tapşırıqda deyir ki, ABC müsbət ədədlərdir. Mən sizə deyirəm ki, sürətlər məlumdursa, məxrəclərdə qeyri-müəyyənlik varsa, dəyişən varsa, sürətləri bərabərləşdirin. 5, 6, 7-nin əkobu bunların hasilidir. Qarşılıqlı sadədir, 210-dur. Ona görə bunun tamamlayıcısı 42, bununki 35, bununki də 30 olacaq. Onda yazacaqsınız ki, 210 bölünsün, 4-ü 42-yə vuranda 8, 168C, 210 bölünsün, 5 dəfə 5, 25, 5 dəfə 3, 15, 175B, 210 bölünsün, 180A. İndi uşaqlar, sürətlər bərabərdirsə, məxrəclər də bərabər olmalıdır. Yəni, bunlar üçü də bir-birinə bərabərdir. Bunda bərabərlik varsa, bu səfər əmsalı kiçik olan böyük olacaq. Çünki bərabərlik yaranıbsa, necə? Məsələn, deyirdik ki, 2K bərabərdir 5K, 2A bərabərdir 5B'yə.
Onda biz bu necə qururduq? Deyirdik ki, A-mız 5K-dır, B-miz 2K-dır. Yəni əmsalı kiçik olan böyük olur, böyük olan kiçik olur. İndi burada da əmsalı, burada bu 180'dir. Əmsalı ən kiçik olan budur, C-dir. C ən böyükdür. Sonra böyükdür B, sonra A. Yəni A kiçikdir B-dən, o da kiçikdir C-dən. Rəngini dəyişim. Yordu məni bu. Biraz fərqli rəng seçək. Düzbucaqlı paralel bir şəklində olan çənin ölçüləri verib uşaqlar. Baxın, bu mənim çənimdir. Əvvəla qeyd edeyim ki, 1 kub desimetrimiz 1 litrdir. Bunu bilin. Bunun ölçüləri 18, 14 və 10'dur. İndi uşaqlar, bunun çənin budur 40% su ilə doldurulub, yəni həcmi deyir. Həcmin tapanda 18'e vuracaqsınız, 14'e vuracaqsınız 10'a. Sonra deyir bunu 40% su ilə doldurub, yəni vuracaqsınız 40'a, böləcəksiniz 100'ə. Bu sıfırla bunlar getdi, heç nə 18 buradan hesablayağım. Necə olacaq uşaqlar? 18 vuraq 14 vuraq 4. 1008. Deməli 1008 litr var. Aydındır. Sonra malın dəyəri, maya dəyəri. Nə deyir burada uşaqlar? Bu silim. Malın maya dəyəri, yəni bu birinci qiymət. Bu manatda satış qiyməti isə ikinci qiymət bu manatdır. 40% qazancla satılarsa B-ni tapın. Mən sizə deyirdim ki, hər zaman ilkin qiymət, maya dəyəri yazılır məxrəcə. Satılan qiymət, ikinci qiymət yazılır sürətə. Neçə faiz qazanc? 40%, yəni %140. Bununla bu gedir, ixtisar gedir 5'də 7. Çarpaz vursam, 7 vurulsun 2B çıxılsın 6, 5 vurulsun 3B minus 11'ə. 14B çıxılsın 42 bərabərdir 15B çıxılsın 55'ə. 14B'dən 15B'ni çıxanda mənfi B bərabərdir mənfi 13'ə. B deyəcək müsbət 13. Başa düşdün? Aydındır uşaqlar. Sonra malın qiyməti əvvəlcə 6%, sonra isə 2 dəfə azaltdılar. 100%-dən 6% çıxırsınız, olacaq 94%. 2 dəfə azaldanda isə 2'yə böləcəksiniz, olacaq 47%. Yəni malım 100%-dən gəlib düşüb 47%-ə. Nə baş verib? 53% azalıb. Başa düşdünüz? 109. Bayaqlarım gördünüzmü? Bilmirəm. Bundan əvvəlki sınağıma baxsaz izahına görəcəksiniz. Bu sualı mən sizə izahını vermişdim. Eynən bunun quiz 1'də var idi. Hətta sübutu ilə göstərdim. Ümumiyyətlə dedim ki, 2 dənə dəyişən varsa A, B, C. A-nın B-yə faizi budur. B-nin C-yə bu olarsa birbaşa A-nın C-nin neçə faizini deyirsə elə 40'ı vuracaqsınız 30'a, böləcəksiniz 100 eləyəcək 12%. Keçək 8'ə. Spirt məhlulunun üçün uyğunluğu müəyyən edin. Yəni birinci deyir ki, 40%li 300 qram məhluldur. 300'ün vuracam 40'a, böləcəm 100'ə. Bu da eləyəcək 120. Deməli bu 300'ün 120'si duzdur, 180'i sudur. Baxıram görüm, elə bir cavab varmı? Elə bir cavab varmı? A bəndinə deyir ki, 60 qram duz əlavə etsəm, 3'də 1'i spirt olar. 60 qram necə yəni? 60 qram su əlavə etsəm, elə bilmirəm duz deyirəm, mən də oxuyuram. Bu da 60 olacaq uşaqlar. Burada 60 qram su əlavə etsəm olacaq 340. 120 görək 360'ın bəli 3'də 1 olar. 1'ə uyğundur A variantı. Məhlulun özü qədər su əlavə etsəm, özü 300'dür. 300 olacaq burada uşaqlar 300 qram olacaq 600. 120'ni bölsəm 600'ə, vursam 100'ə. Bununla bu gedir. 20%-də məhlullanır. Bəli. 120'ni 6'ya böləndə eləyəcək 20. B də uyğundur uşaqlar. 1'ə uyğundur A-dan B. Qalanlar yoxdur. İndi keçək ikincisinə. A-dan B uyğun idi. Sonra 400'ü yenə vuracam uşaqlar 35'ə, böləcəm 100'ə. Bu da eləyəcək 4 dəfə 5 20 140. Yəni 400'ün 140'ı duzdur, 260'ı sudur. Sudur, nə bilim nə çıxır.
Tərkibində 140 duz deyil, heç bilinmir. Hə, olsun spirt. Axırı maddədir da. 140 qram spirt var. Bəli, C variantı uyğundur, getdi. Spirt sudan 4 dəfə çoxdur? Yox, elə deyil. Tərkibində 300 qram spirt var? Yox. C variantıdır, qutardı. İndi keçirəm 3-ə. 500-ün 80%-ni tapıram, bölürəm 100-ə. 5-i 80-ə vuranda eləcək 400. 500'dür. Bunun 400 qramı nə bilim spirtdir nədirsə, 100 qram da sudur. Hə, spirt sudan 4 dəfə çoxdur, 400 100-dən 4 dəfə çoxdur, düzdür. 200 qram spirt yəqin cavab olmadı. İtirmədiksə variantları budur uşaqlar. Sonra keçirik 96-ya. Gəlin ona baxaq. 9-cu suala. Bu ifadəsinin qiymətini tapın deyir. Hə, çalım çarpaz vuranda alaram ki, C kvartı bərabərdir AB-yə. Aparıb C kvadratların yerinə yazsam, A-nın kvadratı üstə gəlsin 3AB, bölünsün AB üstə gəlsin 3B-nin kvadratı. A-nı çıxardıram A plus 3B, buradan B-ni çıxardıram A plus 3B, bunlar gedəcək, qalacaq yerdə A bölünsün B. Gözəl sual idi. Usta gün ərzində 70 detal, şagirdi isə 30 detal hazırladı. Usta planı 110%, şagirdi isə 80% yerinə yetirmişdir. Planın birlikdə neçə faiz yerinə yetirildiğini tapın. 70 detaldır, 110%-in yerinə yetiribsə, 70-i vuracam 110-a, böləcəm 100-ə. Deməli, bu 77 detal hazırlayıb bu usta. Şagird 80%, 30-u vuracam 80-ə, böləcəm 100-ə. Eləcək 24. 30 detal hazırlamalıydı şagird, amma şagird məsuliyyətsizlik eləyib, 24-ünü hazırlayıb. Birlikdə toplayanda bu eləcək uşaqlar 101. Amma iş neçə faizdir? 100%dir. 101-i böləcəm 100-ə, vuracam 100-ə, eləcə 101%. Birlikdə uşaqlar bunun 101%-ni yerinə yetiriblər. Hə, gələk bu məhlul məsələlərinə. Yenə 80 litr məhlulum var uşaqlar, 60%-i vuracam 60-a, böləcəm 100-ə. Yəni 48-i. Mənim 80 litr məhlulumun 48-i duzdur. 80% məhlul əldə etmək üçün 60-dan qalxıb 80-ə. Deməli, bunun üzərinə duz əlavə edib, düzdürmü? Hə, yox, suyu buxarlandırıb bu səfər. Yəni, məhluldan nəysə çıxıram, maddəylə işim olmur. Yəni, mən burada uşaqlar, məhlulun faizini artırmaq üçün 2 yol var. Ya üzərinə maddə əlavə etməliyəm, ya da məhluldan suyu buxarlandırmalıyam. Yəni, 80 bölünsün x bərabərdir 100-80-ə. Bununla bu ixtisar gedir. 8-dən 48, 6. Yəni 80 minus x bərabərdir 6 vurun. X eləyəcək 20. Sinifdəki oğlanların 30%-ni, bu mənim sinifimdir. Oğlan və qız. Oğlanların sayını 30%. Oğlan nə olsun? X, qızlar olsun y. Sinifdə olacaq x plus y. 30% artım 130%'dir. Qızların 25% azaldığında olacaq 75%. Yəni x-i vurub 130'a bölsəm 100'ə. Eləcək burada artımdan sonra 1/3 qız. Qızlar da olacaq 0'dan 175y. Azalından sonra. Amma şagirdlərin sayı dəyişilmir. Yəni bunların cəmi bərabərdir x plus y. Hə, heç nə. 1/3 x-dan x-i çıxacam. 13 x. Y-dən 0'dan 175y çıxanda 0'dan 125y eləyəcək. Hər tərəfin 100'ə vursam 30x 25y. Hər tərəfin 5'ə bölsəm 6x 5y. İndi bunları kanlarla əvəz eləsəm uşaqlar, x olacaq 5k, y olacaq 6k. Yəni bu olacaq 5k, bu olacaq 6k. Sinifdə ən az neçə şagird olduğunu tapın deyir. İndi baxırsınız ki, mən bunları sinifi 11k, burada uşaq məsələlərində hələ faiz varsa, mən uşaqlara deyirəm ki, bölünə bilən, məsəl üçün biz uşaqları yarı-yarıya bölə bilmərik. Yəni birinin qolunu kəsib iraq olsun, o birinin üstünə əlavə edə bilmərik axı. Yəni faiz məsələlərində şagirdlərin sayı tam alınmalıdır. Necə? Mən k-ya 1 versəm 5 olsa, bura 6 olsa ən az deyəndə, 5-i 130'a vurub 100'ə böləndə uşaqlar eləyəcək 6,5. 6,5 şagird sayı ola bilər uşaqlar. Şagird sayı tam olmalıdır. Ona görə də mən k-ya 1 vermirəm, k-ya 2 verirəm. Onda olacaq burada 10, burada olacaq 12. Yəni 10 ilə 12 toplayanda eləcək 22. Həqiqətən onu 130'a vurub 100'ə böləndə 13 eləyir. Şagird sayı tam olmalıdır uşaqlar. Elə şeylərə siz fikir verin. Gələk 13'ə.
Ay, uşaqlar üzürlü sayın. Çox xahiş edirəm, mənim əziyyətimi yerə vurmayın. Video izahlarıma baxın, geri dönüşlər edin, rəylər yazın, bilim ki, siz buna baxmısınız. İnanın Allaha, dərsdən çıxandan 3-cü video izahımdır ki, mən artıq çəkirəm ki, birdən vaxtım olmaz, uşağa bunu demərəm, uşaq qalar nakam. İstəmirəm daha uşaqlar. Kvadratın tərəfi, bu mənim kvadratımdır. Bu da mənim düzbucaqlımdır. Kvadratın tərəfi düzbucaqlının enindən, kvadratın tərəfi x olsun, düzbucaqlının eni uzunluğu b-dir. 10% qısadır. Yəni x bərabərdir 10% qısa deyəndə deməli a-nı vuracam 90-a, böləcəm 100-ə. Bu sıfırla bu sıfır gedir. Alaram ki 10x bərabərdir 9a-ya. Yəni x olacaq uşaqlar onda 10k, a-mız da üzr istəyirəm. X olacaq 9k, a olacaq 10k. Sonra nə deyir? Deyir ki, uzunluğundan 20% qısadır. Həmin bu x-imiz uzunluğundan, yəni b vurulsun 80, bölünsün 100. 20% qısa deyir. Yəni 10x bərabərdir 8b-yə. 2-yə bölsəm 5x bərabərdir 4b-yə. Yəni x olacaq uşaqlar 5 ilə 4 qarşılıqlı sadə üçün 4k, b olacaq 5k. İndi baxırsınız ki, x burada 9k'dır. Burada isə 4k'dır. 4 ilə 9'un ekobu 36 edir uşaqlar. Rəngi dəyişim, yorucu olmasın. Bu rəng seçmə. Deməli, uşaqlar, buranı 4'ə vuracam, buranı isə 9'a vuracam. Onda x olacaq neçə k? 36k. A-mız olacaq 40k, b-miz olacaq 45k. Təbii ki, x oldu 36k. Deməli, bura 36k imiş. Bura 40k imiş. Burada 45k imiş. Bura qədər aydın oldu uşaqlar. Qoy yer silim, çünki mənə yer lazımdır. İndi mənə deyir ki, kvadratın sahəsini neçə faiz artırmaq lazımdır ki, kvadratın sahəsini tapanda en uzunluğuna vururam. Bunu bir hansı bir ədəd deyək də, bir y dəyişəni var. Y-ə vurub 100'ə bölmək lazımdır ki, sonda aldığımız cavabdan 100% çıxacaq. Çünki artırmaq deyir. Bərabər olsun düzbucaqlının sahəsindən 40k vuraq 45k'ya. K'lar gedir burada, gördünüz mü? Sonra gəlin ixtisarlara bax. 9'a böləndə 4, 9'a böləndə 5. 4'ə böləndə burada qalacaq 10. Sonra 2'yə böləndə 5, 2'yə böləndə 18. Onda alaram ki 18y bərabərdir 25 vurulsun 100. Bunu da 2'yə böləndə 9, bunu da 2'yə böləndə 50. 9y bərabərdir 25'i 50'yə vuranda, 25'i 5'ə vuranda 125, 1250. Y-ə tapmaq üçün 1250'ni böləcəm 9'a. 12'də 9 bir dəfə, 35'də 9 uşaqlar, 3 dəfə 9, 27, 80'də 9, 7 dəfə 9, yox 8 dəfə 9, 72, 8 qalıq qalır. Yəni alacam ki, y gələcək 138 tam 9'da 8. İndi neçə faiz artım dediyinə görə 138 tam 9'da 8'dən 100'ə çıxacam. Eləcək 38 tam 9'da 8. E variantı. Sonra M4 olarsa tənasübü tapın. Bir yoxlayın da uşaqlar. 4 qoyun, yəni 4M9'a ola bilməz. 4M9 bu da olmaz 4 qoysaq belə. Kvadratı isə lap böyük alınır. Deyib burada kökdə 4'dən 2 çıxır. 2 bölü 6 1 bölünsün 3'dür. K faizi bu olan, yəni K faizi bu olan da tapmaq üçün nə edirik? 100'ə vururam, K üstü 4 bölünsün 400'ə, bölürəm K'ya. Düzdür? Buna bu gedir. K'la da K'nın üstü 4 gelir, qalacaq K'nın kubu bölünsün 4. K müsbət ədədini K bərabər olarsa, deməli bu da bir K'ya bərabərdir. Bununla da bu gedir. Deməli 4 bərabərdir K'nın kvadratına, K eləyir müsbət mənfi 2. Ancaq müsbət dediyinə görə K'mız 2'dir. 2'nin kvadratı 4, 4'ün də 300%'ini tapanda 300'ə vurub 100'ə bölürəm, eləyir 12. Rombun diagonallarına uyğun olaraq 10% və 20% sahəsi S bərabərdir D1 vur D2 bölünsün 2'dir.
Eynən düzbucaqlıya oxşur. Orada nə edirdik? 10% artıranda olacaq 110. 20% artıranda olacaq 120. Böləcəksiniz 100-ə. 11-i də 12-yə vuranda səhv eləmirəmsə 132 eləyir. Təbii ki, 32% nə olacaq? Üzr istəyirəm, azalar yox, artar. 17-ci suala baxaq. Da mən də üzürlü sayın, inanın Allaha yorğunçuluqdandır. Tərkibində 60% spirt olan 400 qramlıq məhluldan 400 qram məhluldur. 60% spirtdir. Yəni 400-ü vuracam 60-a, böləcəm 100-ə. 240. 240-ı spirt, 160 da sudur. 20% götürülərək həmin miqdarda su dökülmüşdür. Bunun 20%-ini götürüb eləcək 48 qram. Düzdür? Bundan 48-ini götürüb bunun üzərinə 48 gərilib. Yəni 300 məhlul dəyişilməyib də, məhlulla bir problemimiz yoxdur. 340-dan 48 çıxanda uşaqlar eləyəcək 192. Düzdür? Deyirəm birdən səhv hesablayaram. 240 çıxaq 48, 192. Maddəm qaldı 192. Məhlul dəyişmir. Çünki bundan götürüb bunu əlavə eləmişəm. 192-ni böləcəm neçəyə? 400-ə, məhlula vuracam 100-ə. Niyə? Ana düsturumuz nə idi? Maddə böl məhlul vuraq 100%. 192-də 4-ə böləndə 16, 48. Deməli, spirtin faizi dəyişdi 48. Yəni 60%-dən məhlulumuzun düşdü 48%-ə. 18 nömrəli tapşırıqda gəlin baxaq. Həmin sualdır uşaqlar. 40%li spirt məhlulundan 25% götürdüm. Məhluldur. 100% kimi düşünün. Bunun 45%, 40%-i spirtdir. Təzədən məhluldan bunun 25%-ini götürüb həmin miqdarda su döktülər. Yəni, nə edəcəm uşaqlar? Bu 40-ın vuracam 25-ə, böləcəm 100-ə. Eləyəcək 10%-in. Elə bir ki, bunun 10%-ini götürüb bunun üzərinə. Elə bir ki, burada 60% su idi. İndi 10%-in çıxanda burada 30% olur, burada 70% su olur. Alınan məhlulda spirtin faizlə miqdarı təbii ki, olacaq nə? 30%. Rahat sual idi bu da. Gün ərzində əvvəlcə bankdan məbləğin 60%-ni, sonra isə qalan məbləğ 100%-dir də, 60%-in çıxanda qalacaq 40%. Təzən bu 40-ında 40%-ini götürdülər, böldülər 100-ə, eləyəcək 16%. İlkin məbləğin neçə faizi qalar? 40% qalmışdı axı. 40-dan da 16 çıxaram, eləyəcək 24%. Sonra neçədir bu uşaqlar? Hə, düz tapmışıq, 19, 24. 30%-i 60 olan, əgər 30%-i 60-dırsa, 100% nə olacaq? X. Yəni, 100-ü vuracaqsınız 60-a, böləcəksiniz 30-a. Bu da eləyəcək 200. Düzdürmü? Onun deyir 20%-nə bərabər. 200-ü vuracaqsınız 20-yə, böləcəksiniz 100-ə. Bu deyəcək 40. Qutardı getdi. Uşaqlar, xahiş edirəm, bir daha deyirəm, məsuliyyətli yanaşın. Video izahıma sonacan baxın. Rəy bildirin. Yaxşı mı uşaqlar?